Xüsusi sponsor Naftalan Medical Turizm şirkəti. Sponsorlar: Şəmkir şəhəri MB Kulinariya Şirniyyat mağazası, Göran Ticarət Mərkəzi, Banu Mebel salonu, Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Hər vaxtınız xeyir olsun MTV-nin doğma dəyərli izləyiciləri. Havadan asılı olmayaraq biz yenə də hər həftə evlərinizin qonağıyıq və isti-isti, tam gözəl, maraqlı, fərqli bir proqram təqdim edirik. Bəli, yenə də nə var nə yox, səfər etməkdə davam edir və biz çəkiliş komandamız yenə də üst tutduq gözəl bir diyara, Tovuza. Tovuz elini salamlayıram çünki sazın, sözün bol olan bir məkandır. Gözəl orada dostlar bizi gözləyir və ən əsası da mənim üçün çox doğma olan bir Tovuzuma artıq neçə vaxtı getmirəm. Elə ilk dəfə çəkiş komandası olaraq elə bu gözəl bir mövsümdə, qış mövsümdə gedirik Tovuza. Amma təbii ki mən tək deyiləm, amma yolda təbii ki uzaq yol məsafəsi var da Bakıdan Tovuza gəlmək. Nənəyə baxmadan, nənənin yaşına əlaqədar olaraq biraz özünü pis elədi. Düz, mənə də bir pis təsir edir ki, bu nənənin əhval-rüyası nə oldu, birdən-birə korlandı. Səmən nənə, nə oldu, bu gözəl bir diyara gedirik, Tovuza gedirik, ürəklə deyir ki, gedək bala, mən də istəyərəm gedəm. Ay nənən qurban, indi o boyda yol gəlirik, Tovuz hara buradır, özdə buranın da maşallah havaları da dəyişir, biraz soyuq oldu, biraz ürəyəm bulandı, yazdarladım. Hər vaxtınız xeyir olsun, axşamınız xeyir olsun, əziz tamaşaçılar, bu dəfən Səməninin belə olmağına baxmayın. Pis olsa da, yaxşı olsa da sizdə nə var, nə yoxu, elə tozdan deyəcəyik. Bəli, dəyərli dostlarımız, Səmən nənə həmişə saz olub, belə sözlü olub, dili iti olub. Amma Tovuza bizi gözəl dostlar gözləyir. Aşıq Günel və Anar, Rövşən çoxları. Yəni, o Güneli görmək istəyirəm, qəşək qızı da var, özünə oxşuyur deyirlər. Sazı da gözəldir, özü də gözəldir. Amma orada o şey, neydi o müğənni var, saz çalırdı. Anar, hə. Boy, onu biraz qalmaqal eləyəcəm onlardan. Artıq nənə indidən özünü hazırlayır və planlaşdırır. Yox, sən orada çox söz-söhbət yaratma, gəncdirlər. Tovuza eli biraz başqa dürədir. Bakıya baxmaya, Bakıda hamı qalmaqalla istəyir məşğul olsun. Bu Tovuz elə deyir, mən sənətimlə məşğul olmaq istəyirəm. Ona görə. Yox, sən yenə də nənəni boş buraxma, yenə mən bilirəm, dağarıram. Nənənin gözəl yenə şalları, rəngarəkdir. Nənəyim, bax, indi soyuq olmasaydı, nə qarajıydım, şalı belimə bağlayırdım, indi başıma bağladım. Deyir görüm, nənə, Haycan, Tovuza gelsən, hansı xörək belə ürəyinin kəsəcək, filan xörək yemək istəyirəm. Vallah, sözün əsl mənasında sən bilirsən, mən bu dedi yemək yeyən adam deyiləm. Amma hər yerin özünün mətbəxini xoşlayıram. Tovuzda xəngər var, qurutlu xəngər, Tovuzda kababı gözəldir, kətəsi gözəldir. Yəni Tovuzda hər şey gözəldir. Pomidorlar sən də bu kətədən nə görmüsən? Harda elə kətə deyirsən? Vallahi hala deyirsən, gördük kətə, gedəbədə kətə. Və yaxşı, mən özümü pis elədim və bizim uşaqlar hardadır? Hara bizi gözləyirlər. Biz indi artıq Tovuza bir neçə dəqiqə qalıb ki, yaxınlaşma. Biz artıq Bakı Tovuz yolundayıq. Sənə qaldı. Belə bir yerdə qalıb. O Xumanın bir sözü var, biraz da döz. Dözdürəm, daha nağayırım. Bəli, dəyərli dostlarımız, yolcu yoluna gələk. Mən isə komandamı bir yerdə və gözəl, dilli tişdi, Dilavər, Nurani nənə ilə, Səməni nənə ilə hara gedirik? Tovuza gedirik. Bəli, bizi gözləyin. Tovuzum yüreğim, benim tovuzum kanadım, benim sensen hayatım benim. Tovuzum yüreğim, benim tovuzum kanadım, benim sensen hayatım benim.
Teşekkürler değerli dostlar. Bayram instrumental ansambulu. Tovuzda təbii ki deyirlər musiqilər çoxdur, ansambul çoxdur, amma biz bugün istədik ki efirə ait, efirə uyğun gözəl bir musiqilər olsun. Bayram instrumental ansambulu təbii ki orada bədii rəhbər olaraq Rövşən dəyərli dostumuz, qardaşımız, musiqi duyumu çox böyük, gözəl, zəngin olan və bizim üçün çox köhnə dost olan Rövşən bəyin dəvətinə gəlib. Ona görə Rövşən çox sağ ol. Əziyyət çəkdim, qardaşlar da əziyyət çəkib gəldi. Bugün bizimlə bir yerdilər və vaxtlarımızı ayırdılar. Sizə hər birinizə minnətdaram. Bu Tovuzun elə bir özəlliyi var ki, bu diyar tam bir başqadır. Möcüzələr şəhərdir. Amma bugün bizi bu gözəl qarşılayan İsipab, gözəl bir restoran, gözəl bir insan. Həm deyərdim xeyirxahdır, həm deyərdim ki vətənini sevən, Tovuzunu sevən, xalq üçün çalışan və Tovuza yenilik edən, bir rəng qatan bir İsmail bəy var ki, ona mən minnətdaram ki, onun komandasından bizi çox gözəl qarşıladılar və dünəndən bizimlə maraqlanırlar ki, siz Tovuza gəldiniz, satdınızmı? Nə lazımdır, nə qulluq. Elə Tovuzun gələcəyində bizi qarşıladılar ki, elə Tovuza xoş gəlmişsiniz. Bana bax, elə tərifliyə qalmışsan. Burada bir gözəl qalmaqallar var. Hansı şəhərə, hansı rayona getmişik, bütün müğənnilər başımıza dolanır. Bunlara bax, yarısı o anda oturub, yarısı bu anda oturub. Bunlar nədir belə? Bu müğənnilərin arasında hamısı belədir. İndi buradan gedəndən sonra başlayacaqlar bir-birinin dalından danışmağa. Bunu... Nənə, bu da bax, gedib oturub, heç elə bir adamları sayır eləmirlər. Yaxşı, gələrsiniz bura, gəlin görün başımızda nə oynayacaq. Səmən nənə artıq əsəbləşi var. Yo, Bura Bakı deyil, bura Bakı deyil, bura Tovuzdur. Heç deyirlər mi, anənə? Yaşlı arvadsan, gəl bir stəkan sən də çay iç, Tovuzun suyunun dadına bax. Nədir ona bax, buna bax. Hələ ona bax, burnuna bax. Onda bilirsən nələr var. Zəminə xanım. Səhərdən də 5 dəqiqə qız dayanmadı. Ondan qulağına söz deyim, bəri gəl. Gəl, Türkanla danışdı, gəl, o birisindən danışdı. Hamıdan, kişilər müğənnilərdən, ay Allah, birinə zəng elətdirdi, birinə, ay ama, Söhbət Zəminə xanımla gedir, amma Zəminə xanım qalmaqalına divat yox. Mən yalandan deyirdim, niyə nə O mənim dəyərli dostum da, ona görə Türkan da, Zəminə də, Günel də. Hər vaxtınız xeyir olsun deyirəm dəyərli izləyicilərimizə. Bilirsiniz, zəfərə gedən yol Tovuzdan başlandı. Allah Tovuzları var eləsin, Azərbaycanımızı var eləsin. Mən fəxr eləyirəm Tovuzlarımla, qəhrəman Tovuzlarımla. Siz də bizim gözəl Tovuz şəhərinə xoş gəlmisiniz. Həmişə siz gələsiniz, bizi də yad edəsiniz. Ay nənəm qurban, ay mən bu qızı incənə yaxından görürəm. Ağız bunların hamısı özünündür. Allah nə verib? Oy nənəm qurban, kipriyə bax, qaşa bax. Ben bayaq bunu uzaqdan gördüm. Yaxından nə qəşəngdir, gözəl. Çox sağ olun. Necə baxarsan, elə də görərsən misalı. Mənim baxışlarım yaxşıdır deməksən, görürsənmi? İndi də bunların hamısı belədir, yavaşcana deyir ki, ay Səmən, otur yerində, məndən işin olmasın. Hə də vaxtsız gəldiyin getmir. Martda gəlməlisən, nənəcan. Mən Novruz bayramında bura gəlməyəcəm. Oxu baxım, görüm nə tərdir. Oxu. Yox, siz həmişə gəlin. Belə kollektiv olaraq həmişə gəlin. Vallahi hamınızı çox sevdim. Allah hamınızın səsinizə sağlıq versin. Hamınız biri-birindən gözəl-gözəl. Hələ musiqiçilərdəki bayaqdan yazıqları iynəliyirəm bir tərəfdən susuflar. Birazdan gör o səsi çıxacaq. Musiqiçilər dediniz, mən oxuduğum mahnı bəyə gəlinə aiddir. Allah bütün subaylara toy qismət eləsin. Bizim bu bayramı da təbrik eləyirəm. Yeni nişanlanıq. Gün o gün olsun bu mahnını bayramın toyunda da oxuyum. Amin inşallah. Sən oxu, mən bayramdan oynayacağım. Narahat olma. Sən oxu. Bayramı indidən oynadacağıq. Öyrənsin də ha. Sən mənim ömrüm, mənim ürək sirdaşım, həyatım eşqim, mənim həyat yoldaşım. Sən mənim ömrüm, mənim ürək sirdaşım, həyatım eşqim, mənim həyat yoldaşım. Sevgi bağçamı
Maşallah, bravo. İlin hər fəslində gözəldir Tovuz şəhəri. Abadlığın işığı düşüb onun hər qarışına. Müasirliyin nəfəsi var onun küçə və meydanlarında. Yaşıllığı göz oxşayır, könül açır. İnsan zəhməti, yurt sevgisi ilə böyüyür bu şəhər. Bəli, harda olursa olaq hər zaman biz şəhidlərimizi unutmamalıyıq. 44 illik müharibədə qanlarla tarix yazan igid qəhrəman şəhidlərimizi biz hörmətlə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin və bu Tovuzun şəhidi Abdullayev Nəriman Abdullaoğlu. Doğrudan da ümumiyyətlə şəhidlər hər zaman Allah tərəfindən seçilir. Bu gün bizim firavan həyat yaşamağımız, qələbə qazanmamızın səbəbi məhz elə bu şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına. Amin. Ona görə mən demədim ki, boşuna demədim ki, zəfərə gedən yol Tovuzdan başlayır. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Qazilərimizə can sağlığı, elimizə, obamıza can sağlığı. Mən bir şey deyim, bir aparıcı olaraq inanın səmiyyətimə. Biz Tovuzda küçədə gəzirik və Tovuzun bütün küçələri səliqəli, təmizdir, insanlar kimi. Amma bu musiqilər, bu müğənnilər dedi ki, Emin bəy, bir zəhmət olmasa, gəlin vaxtımıza ayıraq 5 dəqiqə şəhidlərimizi yad edək. Baxın, bu müğənnilərimiz deyirik, müğənnilər. Xeyr, müğənnilərin qəlbi təmiz olur, indi sənət, ruhları təmiz olur. Və bugün hər bir müğənni, hər bir musiqisi toya gedəndə, tədbirdə olanda, toyda və tədbirə stat verməmişdən öncə hər bir kəs aparıcı bir yerdə ilk olaraq şəhidləri yad edilir. Bax, bu sevgi, bu hörmət qəlbimizdə var. Yox, bunun məcburiyyətdən olmur. Bu qəlbimizdə olan sevgidir, bir Azərbaycanlı olaraq. Bax, bugün mən o hissi, o sevgini sizdə duydum, gördüm. Yəni, yan kəsə bilərdik. Amma bugün bunu sizlərdən mən eşitmək, duymaq, anar. Yəni, anar, bu tək sənin deyil, şəhid ümumi Azərbaycanındır və qazi ümumi Azərbaycandır. Və bugün hər bir Azərbaycanlının qəlbində, şəhidə, qaziyə, şəhid arasında sevgi varsa, bu elə Azərbaycanın əsl birliyinin nişanəsidir. Şəhidlərimizin səbəbinə belə rahat yaşayırıq. Bəli. Şəhidlərimizin səbəbinə, qazilərimizin səbəbinə bugünkü günü çox rahat məclislər qururlar, məclislərə gedirik. Yəni Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Vətənimiz sağ olsun. Bütün Azərbaycan şəhidləri, nəinki Tovuz, bütün Azərbaycan şəhidləri bizim şəhidlərimizdir. Yəni fərq qoymur. Şəhid analarının, şəhid və atalarının qarşısında baş əyirik. Əllərindən öpürük. Əllərindən Təbii ki, hər birisi hörmətlə belə yad edirik və salamlarımızı çatdırırıq və əllərindən öpürük ki, nə yaxşı sizin gözəl ailə var. Bax, Günelin də məsələn bu müharibə vaxtı, 44 il müharibədə bir çox müğənnilərin vətənə olan sevgisi, ordumuza olan sevgisini bir mahnı ilə artıq birlik bir dəstəyini əsirgəmədi. Sən də söylədin. Tovuzum adında. Tovuzum, bəli. Bəli. Tovuzumda adında şəhidlərimizə və cənab generalimizə aid bir mahnı oxumuşdum. İzləyicisi 2 milyona yaxındır. Allah ondan sonra şəhid qadını adında bir mahnım var. Ümumiyyətlə şəhidlərimizə aid, vətənə aid mahnılarım çoxdur mənim. Canım qurban vətənimə. Təbii ki. Anar, mən sənə bir daha həm qonaqlar həm öz adımdan sənə çox təşəkkür edirəm ki, bu sevgini bir daha canlı sübut etdin. Çox sağ olun, var olun. Allah sizi var eləsin. Tovuzumuza, elimizə, obamıza hər zaman yaxşı günlərə gələsiniz, yaxşı tədbirlərə gələsiniz. Yenə deyirəm, Allah xalqımıza dərd, qüssə göstərməsin bir daha. Həmişə sülh əmnəmlə olsun. Bizlər də, biz musiqicilər də eyni zamanda incəsənət adamları bu kimi işlərdə öndə olaq. Əlbəttə. Nə qədər toyda olsaq da, toy düyünü etsək də biz hər zaman şəhidləri ilk olaraq biz anırıq. Sevgi ilə, hörmətlə. Bəli, düzdür. Mən də deyilən sözlərə qoşuluram. Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı versin. Borcluyuq ki, onları hər zaman yad etməliyik. Düzdür? Allah şəhidlərimizə rəhmət eləsin. Qələbəmizin ilk qığılcımı, başlanğıcı da hər kəsə məlumdur ki, Tovuz döyüşlərindən başladı. Tovuz cəmaatı başda olmaqla necə
hər kəs cəbhə xəttinə yürüyüş elədi. Ondan sonra Ali Baş Komandan Bəli. döyüş haqqında Xalqına tədbirlər güvənib, görüldü. dövlətinə güvənib, artıq biz öz gücümüzü göstərdik bütün dünyaya ki, yəni bizim necə güclü ordumuz var, zabitlərimiz, əsgərlərimiz. Təbii ki, biz şəhidləri hər zaman anmaq, yad etmək bizim qəlbimizin borcudur, bizim insani borcumuzdur. Və bir daha həmkarlarım da söylədiyi kimi Allah rəhmət eləsin şəhidlərimizə, valideynlərinə, ailələrinə Allah səbr versin, qazilərimizə Allah can sağlığı versin. Onların səbəbini biz bugünkü gün Firavan aydın həyatda yaşayırıq. Düzü, Bəli, düzdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin deyək. Onların sayəsində biz bu gözəl bir həyat yaşayırıq. Bəli. Ehtiram, Azim. sən Beyləqanda da yəni az şəhid olmadı, itki olmadı, Bəli, amma bəli. bizim şəhidlərimiz olsa, amma yenə biz qələbə qazandıq və qələbə qazanmış bir ölkənin vətəndaşıyıq. Qürur duyuruq. Emin, təşəkkür edirəm. O qədər gözəl qeyd elədin. Onsuz da Azərbaycan adı bütün dünyaya bəllidir. Cəngavər oğulları ilə. Yəni biz nə qədər desək ki, yəni qəhrəmanlıqlarından danışsaq, şəhidlərimizin, qazilərimizin. Yəni bu kitaba sığmaz. 5 kitaba, 10 kitaba sığası bir şey deyil. Nə də danışmaqla, saatlarla danışsaq tutarası bir şey deyil. Allah onlara qəni-qəni rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Şəhid analarının, atalarının qarşısında mən baş əyirəm. Bəli. Qazilərimizə də ki, Allahdan can sağlığı diləyirik ki, sağlamlıqlarına qovuşsunlar və biz onlarla fəxr edirik. Nə qədər canımızda can var, o şəhidlər həmişə bizim qəlbimizdə yaşayacaq. Nəinki, yəni dünya durunca o bizim Azərbaycan xalqının ürəyində, qəlbində yaşayacaqdır. Bəli. Mən də bütün həmkar dostlarım demişlər, onların dediyi sözlərə qoşurulam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin. Nə deyə bilərik? Və Rövşənin də bir Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid anaların əllərindən öpürük. Allah ordumuzu, Azərbaycanımızı qorusun. Belə bir deyim var dostlar. Dilimizə əzbərdir. Belə bir şüa var. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Naftalan Medikal Turizm şirkəti Azərbaycan bütün mülklərini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medikal Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Şəmkir şəhərində fəaliyyət göstərən MB Kunariya Şirniyyat mağazasını sizə təqdim edirəm. Şəmkir şəhərinin mərkəzində dadı damağınızda qalacaq ləzzətlərin evi MB Kulinariya Şirniyyat evi artıq xidmətinizdədir. Dadlı və tamlı, bol çeşidli şirniyyatlar və tortlar. Burada hər zövqə uyğun klassik və müasir tortlar, desertlər, paxlavalar, pryaniklər, kekslər və ev üsulu şirniyyatlar sizi gözləyir. Toy, nişan, ad günü, korporativ və digər tədbirlər üçün istədiyiniz dizaynda tortlar və desertlər hazırlanır. Yalnız təbii və keyfiyyətli məhsullardan ibarət olan MB Kulinariyada təmizlik, zövq və ləzzət bir arada. Gəlin, sevdiklərinizi MB Kulinariyanın ləzzətləri ilə sevindirin. Ünvan Şəmkir şəhəri, Şıxəli Qurbanov 1. Əlaqə 070 310 99 91. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı.
O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək, ən dadlı alma yeyək. Bu alma benimdir. O en yetişmiş alma benimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Görünmə rayonu Göran Ticarət Mərkəzi və bağlı meyvə salonuna daxil olduq. Mən bilmə görə ilin sonuna dək, ilin sonuna qədər daimi müştərilərə məbləğindən asma olmayaraq bizə müraciət edən hər bir müştəri orada ulduzlu lotar oynuyor. Bəli, ulduzlu lotariyamız var. İnşallah ki, məhsul əldə edirsiniz. İl sonuna qədər bu kampaniyamız var ki, yaxınlaşdığınız təqdirdə hədiyyə əldə edirsiniz və xüsusi bir də təklifimiz var ki, bəzi məhsullar var, yataq qonaq komplektlər ki, götürdüyünüz təqdirdə xalça, yəni taxtın yanlığı üçün kilən xalça və hədiyyə olaraq verilir. Fərqli məhsullarımız var. Paltar yuyan, televizor, ət çəkən, son aşağı hədiyyələrimiz də var. Yəni bir sözlə də bura gələn müştəri əli boş getmir. Maşallah, qiymət münasib, sərfəli kredi şərtləri və eyni zamanda rəngarəng, bol çeşidli, keyfiyyəti və zövqlü mebellər bağlı meyvə salonunda. Gəlin, görün, baxın. Özünüz qiymətləndirirsiniz. Siz qiymətləndirin, biz heç bir şey deyəlim. Harda? Goranda, bağlı meyvə salonunda. Gəlməyə, görməyə dəyər. Bu anda dedim elə Gəncədən gələn bir qonaq da var da. Bizim həmişə Bakı filmimizə gəlir. Bilsən kimdir? Kimdir? Sənin istəkli nəvə deyilsən ha. Elşən mi? Elşən Quliyev. Elşən mi? Elşat mı? O bizi sadiq dostuz ki, o bizimlə hər yerə gəlir. Elşəndir. Boy onun canı yanmasın. Başında gələndə saatlarla danışır. Nənə qurban adama nə qədər sual verir. Nə qədər sual verir. Mahnını harda yazdırım, hansı pol... Nədir bu ses yazanlara nə deyirlər? Aranjmandır. Orada harda deyirəm. Nənəm hardan bilirik. Amma yenə də bir-iki dənə yerləri göndərdim. Dedim gedərsən. Hə, Elşəngə görə Elşən. Elşən qoçaq olandı, özlərində işləyən. İnşallah tez bir zamanda sevilər, tanınar. Elə amacı istəyi də budur. Elşən səni çox istəyir, nənə. Mən də onu çox istəyirəm, amma bir dənə bir şey deyim, səsi də gəlir, görürəm gözəl, bu zəfər günündə də nə gözəl oxuyurdu səhnədə, bəh. Həm də gözəl sənətkarın tələbəsidir da. Salamlayıram sizi, Emin müəllim. Nənə, sizi salamlayıram. Allah sizə hər bizə can sağlıq versin. Və ekran qarşısında əyləşən dəyərli tamaşaçılarımızı salamlayıram. Hər birinizə salam olsun, Allahın salamı olsun. Və gözəl musiqilərimizdən gəlmişik. Aranjman aynənə təmiz musiqi axtarıram ki, təmiz xalqımıza təmiz musiqi, saf, necə deyim, keyfiyyətli musiqi təqdim edeyim. Axtarma yine ne yapar bu kızılı sat her yerde var. Yalandan özünü artistliğe koyma. Bu dıra kızılı takıp sinesine o kızıl haçardı nədir ondan. Apar onu sat yer git aranjman her yere. Elə deyil uşaqlar. Her yerde pulunu ver malımı görsün. Düz sözə nə deyəsəm. Və bəli, gözəl nəğməmi səsləndiriləcək deyə Tovuz elində salamlayırıq. Var olsun Tovuzumuz. Gəlsin nəğməmiz, buyuraq. Vurğuluyam dağ dərəni, gördüyüm hər mənzərəni, qarşısında pəncərəni, dənlənirdi bir ağ göyərçi, əllərini uzatdıqca, xoş özüyyət yaratdıqca, su verdikcə də naxdıqca, şənlənirdi bir ağ göyərçi. Uçdu hara ağ göyərçini, bəxti qara ağ göyərçini, uçdu getdi qayıtmadı, qayıtmadı ağ göyərçini. Könlüm onu unutmadı, o könlümü unutmadı, uçdu getdi qayıtmadı, qayıtmadı ağ göyərçini.
Gözəlliyi harasında, gözlərinin qarasında, buludların arasında gizlənirdi bir an göyərçin. Uzaqdan atmasaydılar daş, gözlərində olarmı yaş? Bu təkliyə yavaş yavaş öyrənirdi bir an göyərçin. Uçdu hara an göyərçini, əhdi qara an göyərçini. Uçdu getdi qayıtmadı, qayıtmadı a göyərçini. Könlüm onu unutmadı, o könlümü ovutmadı. Uçdu getdi qayıtmadı, qayıtmadı a göyərçini. Uçdu hara ak göyərçini, bəxti qara ak göyərçini. Uçdu getdi qayıtmadı, qayıtmadı ak göyərçini. Könlüm onu unutmadı, o könlümü ovutmadı. Uçdu getdi qayıtmadı, qayıtmadı ak göyərçini. Min illərdir ceyran çöl Kür çayının nəğməsini dinləyir. Nəhayətsiz çöllər bu nəğməni dinləməkdən doymur. Bu suların işartısında sanki uzaqlığın, nəhayətsizliyin sehri var. Bəlkə də axıb gedən sulara gözəllik verən elə bu sehirdir. Zamanın yaddaşı həkk olunub bu qədim Alban məbədinin daşlarında. Tarixin tufanları əsib onun başı üzərindən. Yüzilliklərə şahidlik edib bu daş məbəd. Onun divarlarında uzaq əsrlərin nəfəsi yaşayır. Geçek kızımız var burada. Nene kurba. Emin hardasan nene? Hə, rəngi elə bir gözəllik, bir nur saçır ki, qızın saç rəngi, geyimi rəngi, alışıq yanır. O elə qəlblərdə də yanır. Nəğməsi, Tovuzun gözəl xanımı, İlahə Tovuzdur. Məndən küsərdir ki, Tovuza gəlmirsən, məni yad eləməmişsən. İsti kuruşkaya oxşur. Xoş gördük hər kəs, salamlayıram mən də. Musiqiçilərimizi, tamaşaçılarımızı, efir qarşısında əyləşənləri. Yeni restoranımızı xeyirli uğurlu olsun. Siz də xoş gəlmisiniz, xoş gördük. Hər zaman bizim evdə obada olasınız.
Tovuzda bir gənc istedadlı insanla bir tanış olduq. Dedim mən də varam və yeni başlamışam və inanın ki, sizin verişiniz bir çox müğənnilərə uğur gətirir və mənə də uğur gətirir. Bu baxdım ki, çox özündən razı və səsində, yəni baxdım ki, pis səsi yoxdur. Yəni hələ gəncdir, gözəl bir sənəti, uğurları qabaqdadır. Dedim, Ayxan İsmailov, gəl, sənin vətəninə, sənin gözəl yurduna, Tovuzuna, şəhərinə gəlmişik. Elə, dedim, o müğənnilərin içində mən də olmalıyam, mənim də nəğməm olmalı. Düzdür, bizim efimizə. Özə TikTok'una baxıram, izləyirəm, yəni sosial şəbəkədə yəni izlənmə reytingin yaxşıdır. Əsas efirdir, dünya baxışıdır, xalq tanısın, sevsin. İnşallah hər kəs kimi sən də öz istəyinə nail olarsan. Çox sağ olun. Gözəl bir diyardayıq. Sizdə qonaq, Tovuza gəlmişik, sizin yurdunuza. Varam, minnətdarım, xoş gəlmisiniz. İlk efirdir səndə. İzləyicilərimizə salamlayıram. Bəli, Həyecanlanma. Həyecanlanma. Burada nə var ki, burada kamerada düzdür, insanlar bizi izləyir, amma həyecanlanma. İnşallah ilk uğur davam. Amma Günel bizim Tovuzdur. Səndən ağız oldu danışdı. Dedim, Günel, onda bu səfər tək gəlmə. O gözəl insanı, qardaşı gətir. Biz də ona dəstək olaq da. Çox sağ olun, minnətdarım. Yəni, hər bir aparıcı dəstək olmalıdır. Günel xanım da bizim dəyərli ifaçımızdır. Həm aşıqdır, həm də gözəl müğənnidir. Bəli. Allah var eləsin. İndi məncə elə burada əyləşən bu gözəl məkanda qonaqlar da, mən də, izləyicilər də ilk dəfə sən ifanı eşidəcək. Elə ekskluziv olaraq biz nə var nə yoxda təqdim edək. Bu gözəl bir proqramda. Çox sağ olun, var olun. Gözlerim her akşam gözüne hasret, kulağım bir şirin sözüne hasret. Özüm bu dünyanın özüne hasret. Ne yaxşı sen varsan sevirəm səni. Özüm bu dünyanın özüne hasret. Ne yaxşı sen varsan sevirəm səni. Könül səsimdir, bir xəzan çağımda yaz həvəsimdir. Yanımda sən olursan, mənim bəsimdir. Nə yaxşı sən varsan, sevirəm səni. Sənə olan sevgim, könül səsimdir, bir xəzan çağımda yaz həvəsimdir. Yanımda sən olursan, mənim bəsimdir. Varsan sevirəm səni. Sən mənim olsan, gəlib ürəyimi, könlümü alsan. Bəlkə bir yuxusan, şirin xəyalsan. Nə yaxşı sən varsan, sevirəm səni. Bəlkə bir yuxusan, şirin xəyalsan. Nə yaxşı sən varsan, sevirəm səni. Könül səsimdir, bir xəzan çağında yaz həvəsimdir. Yanımda sən olursan, mənim bəsimdir. Nə yaxşı sən varsan, sevirəm səni. Sənə olan sevgim, könül səsimdir, bir xəzan çağında yaz həvəsimdir. Yanımda sən olursan, mənim bəsimdir. Varsan, sevirəm səni. Nə yaxşı sən varsan, sevirəm səni. Nə yaxşı sən varsan, sevirəm səni.
Aysə mənənə, bu nə söhbətdir? Nəsə sənin başın qarışıb o masaya. Xanımlar elə dedikodu. Mənim başım zadım heç nəyə qarışmayıb, nənə qurban. Yenə kimin o baxıram, çantasını araşdırırsan, axtarırsan, nə axtarsan içində bilinmir. Qoy görüm, bir. Sənin çantanda, hə. Olmaz la, indi Zəminə xanım, aha. 2, 3, 4, 7 dənə yüzlüyə bax. Ondan 70 dənə olsun, nə olar ki? 7 dənə. Özü. Sonra da bayaqdan bana deyir toyum yoxdur, bir şey 7 dənə yüzlükdən ağarır. Hələ buna bax, bunu bilsənmi? Bunun da bir 12 yüzlük də budur. Allah var eləsin, mənim toylarım həmişə var. 12 yüzlük də budur bax. Hamı ruzisini versin, mənim toylarım həmişə var. Mən bəziləri kimi 3-ün 4-ə yaylı qalıb ağlayanlardan deyirəm. 3-ün 4-ü yox, 5-in 6-sı var mı? Hələ ki 3-ün 4-ünü görürəm, bəlkə də 5-in 6-sı da var. Güneldə nə desin? Güneldə desin, mən də var ki, ümumiyyətlə efirlərdə, toylardan Allah şahid hamısını ölə ruzisi bilməm. versin. Elə mən günə. Allah hamının ruzisini versin. Həqiqətən yaxşı oxuyanlarımız var rayonlarda. Onlardan bir neçəsi elə bu qızlardır. Elə mənim Doğru, özüm də valla. təbii ki. Demək olar ki, tez-tez Tovuzda, Şəmkir, Qazaq, maşallah elə öz tərəflərimizin toyları bəs. Gəncə basada Əlbəttə ki, hə. Allah hamının balasına toy qismət eləsin. Biz də elə onların toylarında oxuyaq, oynayaq. Bax maraqlı niyə bu müğənnilər bir araya gələndə toydan danışırlar? Bir sənətdən, bir ifadan, klipdən danışırlar. Ha ilahi. Bizə əsas toy lazımdır. Çörək pulumuzu onunla qazanırıq. Niyə müğənni klip də çəkə bilər? Olur da, albomlar kliplərimiz çıxarır? də olur. Bax, klip deyirsən burada. Toy deyirsən burada. Geyim deyirsən burada. Qız 2 dəqiqə içində yəni günətə dəyişdi geydi. Bax, barın olsun. Nə vercinə? Özdəki brilyant deyirsən burada. Yəni bu brilyantı çıxıb bu. Hə, mən xoşlayıram Amma qara mən qızılları. arzulayıram ki- Buna baxsan, buna bax. Ay sən məndən. Heç məndə elə qızıllar yox. Səndə yoxdur. Deyirəm, Allaha and olsun, indicənə sumkasını çıxartdım, hamıya göstərdim, yenə deyir məndə yoxdur. Sən sus, sənin toyun da var, pulun da var, paran da var, geyimin də var. Yalandan özünü yazıq görsətmə. Hal-hazırda yoxdur da deyirəm barmağımda. Gördü. Hal-hazırda yoxdur. Mən arzulayıram ki, bütün dostlarımda həmişə qırqızılı olsun zinət. Çox olsun zinətləri. Və toylara bol olsun. Çünki onlara toylara bol olun da bizim də işimiz yaxşı olur. Bizim də efirimiz olurlar. Çünki mən dostlarım bəhrələnirəm. Bu dostların üzü güləndə, ciblərində pul olanda bizi rahat Tovuza da, Qazağa da qonaq çalır ki, gəlin qonağımız olun. Nənə, Tovuzun gənc bir saz ifasıdır. Həm şairidir. Bu insanda nə istəsən var. Universal. Həm oxuyur. Bir müzəyyən şairdir, bir müzəyyən sazmendir, bir müzəyyən müğənnidir. Yəni o insanda nə istəsini tapırsan. Nəsə Tovuzu da, yəni orada elə bir yerə gəlmişik ki, burada hər şey nə istəsən tapa bilərsən. O da Rövşən Məmmədovdur ki, bizim dəyərli dostumuzdur. Gəncdir, gəl. Gəl qardaş, gəl. Nənə sən nəsə belə qəlbə baxır, bilmirəm, niyə baxır, nə deyir? Yazıq canım, nə tər baxıram. Gəl görüm. Ay, bunun özü nədir oxuduğuna nə ola? Hakikaten sən yemək yemirsənmi? Mikrofonla danışsana. Yemək vermirlər də. Yemək vermirlər? Yox. Qazandıqlarını evə gətirmirsən məzsən. Yemək gətirirəm, evdəkilər vermir yemək. Vermirlər? Oy, versəydilər niyə bugün deyirdin, nənə qurban? De görüm bə qazandıqların yaxşıdır mı? Bəlkə elə belə şey qazansan getsin. Allahın hər gününə şükür. Sən belə elə. İlə o qazandıqlarından mənim nömrəmi götürərsən, nənəsi də nə aşdan bozbaşdan pişirsin, kökəl cana gəl. Valla sənin kimi nənə evdə də varımdır mənim bir. O da vermir, dana. O da vermir. Əmələ Yığırlar bu nənələr, niyə yığırlar döşəyin altına, sandığın altına bilmirəm. Narahat olma, arıq olsun, canı sağlam olsun. Belə arıq bədəndən hələ səsin görünən nə səsləri var, ay tamaşaçılar. Bayaqdan bir zümzüməsini eşitmişəm, baxaq görək indi sizə nə deyəcək. Mən də salamlayıram hər kəsi, ekran qarşısında əyləşən bütün tamaşaçılarımızı salamlayıram. Dəyərli həmkar dostlarımı salamlayıram. Dəyərli musiqiçilərimizi salamlayıram. Allah hər birini var eləsin. Emin bəy, sizə də təşəkkür edirəm. Var olasınız ki, mənim də gözəl verilişə dəvət eləmisiniz. Minnətdarlığımı bildirəm hər kəsə. Var olun. Təşəkkür edirəm. Əlbəttə ki, gözəl bir musiqimiz səslənir. Var olun. Gözəli, sevirəm ancaq gözəli. Gül çiçəyidən ətirlisən, səni
bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm dağı gözəli. Güneş kimi nur saçırsan bu sevginin zülmetine, belki de Tanrı buyurup seni sevenin kısmetine. Güneş gibi nur saçırsan bu sevginin zulmetine, belki de Tanrı buyurup seni sevenin kısmetine. Gitme yarım gitme yola, gün yüzünü bir de görün. Gitme yarım gitme yola, gün yüzünü bir de görün. Ürək gözüm dağı biləməz bir de senin həsrətine. Ürək gözüm dağı biləməz bir de senin həsrətine. Gəzib baxsa bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm daha gözəl. Gəzib baxsa bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm daha gözəl. Yanağında dağılalasın, saçlarında küləyi gəzir. Bu gözəl sevmək üçün bir insanda ürəyi gəzir. Yanağında dağılalasın, saçlarında küləyi gəzir. Bu gözəl sevmək üçün bir insanda ürəyi gəzir. Gitmə yarım gitmə yola, gün yüzünü bir də görün. Gitmə yarım gitmə yola, gün yüzünü bir də görün. Ürək gözüm dağı biləməz bir də sənin həsrətinə. Ürək gözüm dağı biləməz bir də sənin həsrətinə. Gəzib baxsa bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm daha gözəl. Gəzib baxsa bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm daha gözəl. Gəzib baxsa bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm daha gözəl. Gəzib baxsa bağı gözəli, sevirəm ancaq gözəl. Gül çiçəkdən ətirlisən, səni sevirəm daha gözəl. Ey insanlar qulaq asın mənə, duyğularım deyə gəldi yenə. Ey insanlar kulak asın mənə, min könüldə min can olar, daha da mehriban olar. Mehriban kaygıkeş bir insan olar, mehriban kaygıkeş bir insan olar. Mehriban olar, mehriban olar, mehriban olar, mehriban olar. Bəli, mehriban olaq, bir olaq, həmrəy olaq. Çünki deyib gülmək, sevmək, sevilmək bizim xalqımıza yaraşır. Ona görə elə hər zaman bir olaq. Siz isə MTV Azərbaycanın efirində Nə var nə yoxu izləməkdə davam edin. Bu həftə biz üz tutduq Tovuza.